Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Mən bu gün istəyirəm sizlər üçün doymuş bir əsaslı karbon turşularının quruluşu, izomerliyi, adlandırılması, alınması və xəstələr bölməsi izahatını verim. Belə ki, birinci sualda deyir ki, 2 metil butan turşusunun formulunu müəyyən edin. Biz baxırıq ki, 2 metil butan turşusu necə yanaşa bilərsiniz? Baxın, yəni çevikliyiniz nədən ibarət ola bilər? Birinci tərkibindəki karbon atomunun sayına diqqət edə bilərsiniz. Mən görürəm ki, metildə 1 karbon var, butanda 4 karbon var, cəmi 5 karbonlu turşu olmalıdır bu, düzdürmü? 1, 2, 3, 4, 5, 6 karbonludur deyə A ola bilməz. 1, 2, 3, 4, 5-dir deyə B-ni saxlayıram hələlik. 1, 2, 3, 4, 5-dir deyə C-ni də saxlayıram. D-yə baxıram. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5, 6-dır deyə silirəm. 1, 2, 3, 4, 5-dir deyə saxlayıram. Və ardınca mənə nə deyir? Deyir 2 metil butan turşusu. Ən uzun zəncirimdə 4 karbon olmalıdır. Ən uzun zəncirində gördüyüm 3 karbondur. C-ni çıxıram. Ən uzun zəncirimi seçirəm. 1, 2, 3, 4-dür və karboksil qrupu tərəfdən nömrəyəndə 2 metil butan turşusu Y variantına uyğun olacaq. Niyə görə Bakı variantı olmadı? Ən uzun zəncirində 4 karbonum var. Karboksil olan tərəfdən nömrələyəndə 3 metil butan turşusu olmuş olur. Ona görə də Y variantı doğrudur. Keçirik növbətiyə. Doymuş bir əsaslı karbon turşularının ümumi formulunu göstərin. CnH2n+1 COOH cavab olacaq Y variantı. Ardınca növbətiyə keçirik. Sirkə turşusu laboratoriyada hansı reaksiya üzrə alınır? Uşaqlar, doymuş bir əsaslı karbon turşularından olan sirkə turşusunun laboratoriyada alınması bilirik ki, asetat turşusunun natrium duzuna qatı sulfat turşusundan təsir etməklə almaq mümkündür. Bakı variantı olacaq. Sənayedə sirkə turşusunun bir mərhələli alınması üçün hansı maddədən istifadə olunur? Burada isə doğru cavab olacaq. Butandan istifadə olunur. Bunlar artıq nəzəriyyədir. Elə siz bunları əzbər biləsiniz. 3-də bu reaksiyanı əzbərləməlisən. Sirkə turşusunun laboratoriyada alınması reaksiyası olaraq. Və burada da sənayedə isə sirkə turşusunun bir mərhələdə alınmasında butanın istifadə olunmasında konkret əzbərləməlisən. Deyir, hansı maddə adi şərtdə bərk haldadır? Mən bilirəm ki, ümumiyyətlə karbon turşularının 9-a qədər olanları mayedir, 9-da daxil olmaqla mayedir və digərləri isə biz bərk halda götürəcəyik və diqqət edirəm ki, cavab nə olacaq? C variantı olacaq. Ardınca baxırıq uşaqlar. Altda deyir ki, propion turşusu hansı reaksiyaya daxil olmur? Propion turşusu doymuş turşu olduğuna görə biz bunlar üçün polimerləşmə reaksiyasını deyə bilmərik. Çünki niyə görə? Bunlarda karbon atomları arasında ikiqat rabitə yoxdur. Qarışqa turşusuna qatı sulfat turşusu qızdırıqda hansı maddə alınır? Baxın uşaqlar, bu reaksiyanı necə yadınızda saxlayın? Baxın, qarışqa turşusu HCOOH-dır. Qatı sulfat turşusu ilə qızdırdıqda ümumiyyətlə üzvü maddədən ox çəkib oxun üzərində qatı sulfat gördüyümü mütləq bu reaksiyadan su çıxacaq. Baxın uşaqlar, suyu gəlin çıxaraq. H2O, bax. Gördünüz, yerdə qalan maddəm nə oldu ortadakı? CO. Və salam, 7 olacaq. Nə variantı? A variantı olacaq. Keçək növbətiyə 8-ci suala baxırıq. Yəni bu şeylərdə bir balaca aktiv olmaq lazımdır. Deyir, hansı turşu daha qüvvətlidir? Siz və yaxud da biz artıq bilirik ki, qeyri-üzvi kimyadan da daha ətraflı biləcəyik. H-flor, H-xlor, H-brom, H-yod. Bu istiqamətdə yuxarıdan aşağıya doğru turşuluq neyinirdi? Artırdı. Amma üzvüdə isə tərsinədir. Yodu olan daha zəifdir. Floru olan daha qüvvətlidir. Gör, floru olan hansı variantda var? 8-də təbii ki, Bakı variantı olacaq. Keçdik növbəti sualımıza görə. Növbəti sualda nə deyir? Deyir, son reaksiya məhsullarını müəyyəndir. Baxın uşaqlar, mən bunu sizə açıq şəkildə göstərəcəyəm reaksiyanı. Görün necə rahatdır. HCOOH. Üstə gələ argentum 2O yazırıq. Fikir ver. Burada bilirsən ki, yeganə turşu qarışqa turşusu ki, onun tərkibində aldehid qrupu var. Həmişə biz argentum 2O ilə reaksiyaya girəndə aldehid qrupundakı hidrogenin yanına aparıb oksigeni yazırdıq. Gördünüz? Bax, bu oksigeni sildim. Bax, bu 2-ni də sildim. Burada bir dənə 2-ni attım. 2 alınanım 2 argentum olacaq. Argentumun indeksində 2 təkcə yazılmaz axı. Bəs görün bu maddə hansı maddədir? Bax, diqqət eləsəz, baxın. Gəlin baxaq görə. Bu verilən maddə hansı maddədir? Yığın bir yerə H2CO3. Bu da karbonat turşusu deyil. Karbonat turşusu məhlulda necə yazılır? Karbon qazı və su şəklində. Deməli 2 argentum üstə gələ karbon qazı, üstə gələ H2O son məhsulu olacaq. Doğru cavab nə variantıdır? Təbii ki, C variantı olmuş olacaq. Keçin növbəti 10-cuya. Deyir, hansı reaksiya səhvdir? Gəlin baxaq.
Hansı reaksiya səhvdir? Birinci bir göz gəzdiririk. Baxaq görək hansı reaksiya səhvdir. A variantı metanolun sənayedə sintezidir. Bu doğrudur. Sonra qaşqa turşusu sulfat turşusu qızdıranda H2O və baxın buradan H2O-nu çıxaranda bəli CO qalır. Bu da düzdür. Argentin 2O-nun qaşqa turşusu reaksiyasının indicənə yazdıq. Bu da doğrudur. CO plus CH3OH-dan nə alınır? Baxın bax bu CO-nu gətir bu ortaya sal. Görsənmi? CH3COOH alınır. Bu da doğrudur və onda görürəm ki, Y variantı səhvdir. Çünki niyə görə? Buradan CO2 və CH4 yanlış olacaq. Vəssalam. Keçdik növbətiyə. Sirkə turşusu 2 mol qızdırıldıqda sirkə anhidridi əmələ gəlir. Üstəgələk su. Hansı reaksiya alınan maddə ilə etilen glikolu və qaşqa turşusunu təyin etmək olar? Bax, ola bilər müəyyən bir məqamda çaşarsan və yaxud da yadından çıxar nəzəriyyə. Amma etilen glikolda vur tut öyrəndin ki, çox atomlu spirtləri, etilen glikolu və gliserini təyin edirlər kuprum OH2 ilə. Hə, aldehid qrupu olduğuna görə qaşqa turşusunda da o da kuprum OH2 ilə təyin ola bilər. Hansı reaksiyanın alınan maddə deyir? Demirək kuprum OH2 reaksiya girsin. Alınanım olsun. Alınanım nə ola bilər? Burada kuprumla NO3 birləşəcək, kuprum NO3 verəcək. Bunlarda da kuprum yoxdur, yoxdur. Cavab olacaq D variantı. Həm də biz demişik ki, kuprum OH2 göy rəngli çəkintide bunları almaq üçün həmən bu metalların həll olan duzun üzərinə qələvi gəlirsən. Cavab olacaq D variantı. Keçdik 12-ci suala. Hansı reaksiya zamanı aldehidlər karbon turşularına çevrilir? Biz aldehidlərin karbon turşularına keçməsindən nə demişik? Oksidləşmə. Vəssalam. Bəs bunu mən necə yadımda saxlayayım? Aldehid CNH2NO-dur və karbon turşusu CNH2NO2-dir. Burada gör nə dəyişdi? Bir dənə O dəyişdi də, bir dənə O gəldi ora. Düzdür? O gəldisə O ilə bağlı nə ola bilər? Oksidləşmə. Oksigen sözünə uyğun olaraq. Sonra baxırıq növbətiyə. Görək növbəti sualımızda nə deyir? Hansı sırada eyni maddənin adları göstərilmişdir? Birinci qrupun qəbul sualıdır. 13-də ilə baxan kimi A variantını görürəm. Çünki əzbərləmişik ki, sirkə turşusunun digər adı etan turşusudur. Hansı turşunun duzları formiatlar adlanır? Birinci qrup qəbul sualıdır. Elə formiat turşusunun. Formiat turşusu hardadır? C variantıdır. Hansı turşunun duzları asetatlar adlanır? Elə asetat turşusunun. Keçdik növbəti. Xlorun asetat turşusu reaksiyasına hansı maddə alınır? Bilirsiniz ki, asetat turşusu CH3COOH-dır və bu xlorla reaksiyaya girəndə, bax, buradakı hidrogenin biri xlorla əvəz olunur. Alınan maddəmiz bu olacaq. Görün hansı cavabı var? Məsələn, B-də diqqətli olun, bu aldehid qrupudur. Sonra ardınca baxırıq ki, burada səhv əvəz olunmadı, burada xlor gələ bilməz. Bu da heç ümumiyyətlə asetat turşusu deyil, doğru cavab olacaq D variantı. Həm də ki, yazdığınız formada da görürük ki, D variantı doğru cavabdır. Keçirik növbətiyə. Növbətdə görə nə deyir 17-ci sualda? 17-ci sualda deyir, xlorun propan turşusu ilə əmr. Propan turşusu da 1, 2, 3, COOH, H2H3. Bunun üzərinə xlor gələndə, xlor karboksil qrupunun yanındakı karbondan əvəz olunur hidrogenlə. Baxın buradan alınır CH3, CH xlor, COOH. Görün belə bir şey harda görürsünüz? 17-də də təbii olacaq D variantı. Keçdik növbətiyə baxırıq. Görək növbətdə nə deyir uşaqlar? Deyir, hansı reaksiyadan sirkə turşusu alınmır? Gəlin baxaq. Mən reaksiyalara göz gəzdirməliyəm ilk olaraq. Yəni, çünki abituriyentəmsə bir göz gəzdir. Diqqətli ol, gör hansı cavabda sirkə turşusu alınmır. Məsələn, Y variantını gəlib görən kimi deyirəm, doğru cavab Y variantıdır. Alınmaz buradan. Niyə? Axı reaksiya aldehid girib. Nə ilə? Hidrogenlə. Yadıma salıram. Aldehidlər hidrogenlə reduks olunduqda nəyə çevrilir? Birli spirtə. Burada nə iş görür turşu? Alına bilməz. Qaşqa turşusunu sirkə turşuları necə fərqləndirmək olar? Qaşqa turşusunu istənilən bir turşudan nə ilə fərqləndirə bilərsən? Argentin 2O-nun NH3-də məhlulu, yəni gümüş bir oksidin amoniakda məhlulda fərqləndirmək olar. Keçdik 20-ciyə. Qaşqa turşusu propion turşusundan necə fərqləndirmək olar? Bəli, ya kuprum OH2 axtar, ya argentin 2O axtar. Cavab olacaq Bakı variantı. 21-ci sualda nə dedik? Qaşqa turşusu sənayedə hansı üsullanılır? Şola, bu nəzəriyyədir. Deyə bilərəm ki, get dərsi oxu. Metanın katatik oksidləşməsindən almaq olur və cavab olacaq Y variantı. Sirkə turşusu butanın katatik oksidləşməsi. Nəzəriyyədə təkrarlamaq lazımdır. Və qaşqa turşusu kuprum OH2 reaksiyasının son məhsulu olacaq. Və qaşqa turşusu, baxın, burada aldehid qrupu olduğuna görə bu kuprum OH2 ilə reaksiyaya girəndə oksigenin biri gəlir, bura birləşir və buna maddənin adı nədir? Karbonat turşusu. O da
parçalanır karbon qazına, suya və bilirsən ki, aldehid qrupuna görə kuprum OH2 sonda nəyə çevrilir? Kuprum 2 oya. Doğru cavab nə olacaq? D variantı olacaq. Keçdik növbətiyə. Qırmızı rəngli çöküntü verir. Bu şeylərdə diqqətli olun. Sarı rəngli deyəndə kuprum OH götürəcəksən. Bunu necə yadımda saxlayayım? Kuprum OH var. Bir də bax kuprum 2O. Sarı, 4 hərf, sarı. Bu isə nə olacaq? Qırmızı. Yadınızda qalsın. Testlərə düşür, lazım olur. Keçdik növbətiyə. Bir əsaslı karbon turşlarının formunu göstərin. Qəbul sualıdır sadə bir formada. Təbii ki, burada A variantı 23-də olacaq. Keçdik 24-də. Hansı birləşmənin molekulunda karboksil qrupu var? Deməli, bu turşulara məxsus olandır. Turşu sözü axtar. Və salam, A variantı olacaq. Hansı maddə molekulunda yenə karboksil qrupu deyir? Turşu axtar. Cavab olacaq D variantı. Çoxdancı illərin qəbul sualları. 26. Hansı maddənin tərkibində karboksil qrupu var? Karboksil qrupu COOH qrupudur. Təbii ki, olacaq Y variantı. 27-yə baxırıq. Hansı sinif birləşməyə aiddir? Karboksil qrupundan görürəm ki, karbon turşulardır. N-ə 0 verdirir. Nə olacaq? Riyaziyyatdır. N-ə 0 verəndə getdi. Alındı HCOOH. Cavab olacaq 28-də D variantı. Keçdi 29-a. Yağ əmələ gətirməyən karbon turşuları hansıdır? Yadınızda qalsın, 15 və 15-dən yuxarılar yağ əmələ gətirir. Deməli, 15-dən aşağılar yağ əmələ gətirmir. Sən diqqət eləsən, birincisi 15 də əmələ gətirir, 17 də əmələ gətirir. Üçüncü yalnız 3 doğru cavab olacaq. Bakı variantı. 30-da deyir ki, lakmus kağızını qızardan adi şərtdə maye olan üzvü kimyada lakmusu qızardan əsasən biz karbon turşularından götürəcəyik və burada da karbon turşularından D variantı görürəm. Həmçinin də maye halındadır. Lakmus kağızını qızardan adi şərtdə maye olan deyirsə yenə turşu axtarıram. Görürəm Y variantındadır. Stearin turşusunun molekulunda deyir neçə hidrogen atomu var? Uşaqlar, stearin C17H35 COOH birinci qrupun qəbul sualıdır. Hidrogen sayı 35 deyil. Bax, biri də burada var. Neçə olacaq? 36 olacaq. 33-ə baxırıq. Palmitin turşusunun molekulunda deyir neçə hidrogen atomu var? Mən bilirəm ki, formulu C17, üzrüstən palmitin turşusu olacaq C15, 17 nə idi? C15, H31, COOH və hidrogenlərin sayı nə qədər olacaq? 32-yə bərabər olacaq. Keçdik növbəti sualımıza görə, növbəti sualımıza nə deyir? Normal quruluşlu karbon turşularının nisbi molekul kütləsi artdıqca izomerlərin sayı və suda həll olması necə dəyişir? Uşaqlar, ümumiyyətlə biz demişik ki, emer artdıqca izomerin sayı artır. İstənilən sinifdə, istənilən maddə üçün həll olma qabiliyyəti azalır. Olacaq cavab C variantı. Və salam. Keçdik növbətiyə. Deyir ki, baxaq bizə dəqiqə. Sirkə turşusu hansı maddə ilə reaksiyaya daxil olmur? Ağzımızda turşu deyil və kupriumdur, civədir, argentumdur. Bunlar turşularla reaksiyadan hidrogen çıxara bilmir. Baxın hansı turşuna reaksiyaya girir. Təbii ki, kuprium, civə, argentum. Bunlar sirkə turşusuna reaksiyaya girmir. H-xlorla reaksiyaya girmir. Durusulfatla reaksiyaya daxil olmur. Cavab olacaq D variantı. Sirkə turşusu hansı maddə ilə reaksiyaya daxil olmur? Kuprium, civə, argentum axtar. Aha. Bir əsaslı karbon turşusu molekulunda hansı funksional qrupu var? Bir əsaslı karbon turşusu deyirsə karboksil qrupu vardır. Cavab olacaq Bakı variantı. Deyir turşuları göstərim. Turşular deyən kimi mən 4-ü silirəm. Çünki CHO burada görürəm aldehid qrupudur. Və turşunun mövcud olması üçün biz karboksil qrupu axtarmalıyıq. COOH. Bax, gör hansı birləşmələrdə COOH var. Cavab olacaq 1, 2, 3. C variantı olacaq. 39-cu sualda deyir, turşuları deyir göstərin. Biz baxırıq ki, turşu olması üçün karboksil qrupu lazımdır. Onda olacaq 1, 2, burada aldehid qrupudur, 3 ola bilməz və 4 turşudur. Olacaq 1, 2, 4. Doğru cavab nə olacaq? Bakı variantı olacaq. Keçsin növbətiyə. Sirkə turşusunun dehidratlaşdıqda hansı maddə alınır? Bu nəzəriyyədir uşaqlar. Sirkə turşusunun dehidratlaşmasından, yəni suyun ayrılmasından 2 mol sirkə turşusundan 1 mol sirkə anhidridi alınır. Bax, A variantı olacaq. Keçdik 41-ə. Mən görürəm ki, aldehiddir. Aldehidin üzərinə hidrogen gələndə bir karbonu var deyə bir karbonu olan
spirtə çevriləcək CH3OH və aldehidin üzərinə kuprum OH gəndə oksiləşir, bunun müvafiq turşusuna çevriləcək. Yəni nəyə? Qarışqa turşusuna. Onda doğru cavab nə olacaq? Elə A variantı olacaq. Keçək növbətiyə. Qarışqa turşusu hansı maddələrlə qarışıqlı təsirdə olmur? Artıq bayaqlar biz dedik ki, kuprumdan reaksiyaya daxil olmaz. Onda yəni bunu götürəcək, olmur istədiyinə görə 5-i götürəcəm. Natrium xloridlə reaksiyaya daxil olacaqmı? Baxın uşaqlar, yadınızda qalsın ki, biz nəyə diqqət eləməliyik? Bu natrium xlorid üstə gələk qarışqa turşusu deyir. HCOOH. Bu qarışqa turşusu xlorid turşusundan zəifdir deyə duzdan sıxışdırıb çıxara bilmir. Cavab olacaq 3 ilə 5. Bəs digər cavablar niyə görə olmur? Gəlin baxaq. Məsələn, kuprum OH ilə bilirsən ki, tərkibində aldehid qrupu var deyə girəcək və ardınca mən baxıram ki, burada B-dir də, argentin ço ilə girəcək aldehid qrupuna görə və natrium karbonatla da reaksiya gedər. Niyə? Çünki qarışqa turşusu karbonat turşusundan daha qüvvətli olacaq. Reaksiyaya girməyən olacaq 3 ilə 5, yəni Bakı variantı. Keçək növbətiyə baxırıq 43-ə. Hansı reaksiyada X maddəsi aldehiddir? Deməli, aldehid olsa, oksiləşəndə turşuya çevrilməlidir. Görürəm ki, elə turşu alınıb. Onda doğrudur. Birli spirtli oksiləşəndə nəyə çevrilir? Aldehidə. Bu da doğrudur. Və burada görürəm duz əmələ gəlib. Fikir verin, duzdursa, əsasın üzərinə nə gəliblər? X-in nəymiş? Turşuymuş. Onda doğru cavab nə olacaq? 43-də olacaq. Y variantı, yəni 1 ilə 2. Hansı sxemlərdə qarışqa turşusu reduks edicidir? Baxın uşaqlar, burada nəyə diqqət eləməliyik? Baxın, burada bir də görürük ki, birinci reaksiyon artıq yolunu sizə öyrətdim. Alınacaq H2O plus CO. Və burada baxırıq ki, HCOOH-da -2, -2, -1, -1, -4 var. Onda bura -2-dir və burada da görürəm -2-dir. Heç bir oksidaşma dərəcəsi dəyişmir. Onda 1 olmur. Ümumiyyətlə 1 oksidaşma reduksiya sayılmır. Keçirəm, baxın uşaqlar, ikinciyə. Biz nə deyirik? Deyirik, qarışqa turşusu oksiləşə bilir. Oksiləşib bilir. Bax, bu oksiləşirsə, xassəsi nə olacaq? Reduks edici. 4-cü qrupa düşmüş sualdır. Onda 2 doğrudur, reduks edicidir. Ardınca görürəm ki, burada mürəkkəb efir əmələ gələcək. Bunu hələ keçməmsiz uşaqlar. Yəni, mürəkkəb efirlərin alınması reaksiyalarını keçəcəksiniz. Onu hələlik ötürün, bilməsən də belə, yəni hələ onu saxla. Və burada isə baxıram ki, aldehid qrupuna görə burada nə baş verəcək? Oksidaşma prosesi baş verəcək. Onda doğru cavab nə olacaq? Doğru cavabımız görürük 2 ilə 4-dür. Yəni 44-də D variantı olacaq. Yəni biz demişik ki, aldehidlər oksidləşir. Bax, burada aldehid qrupu var və burada da aldehid qrupu var. Oksidləşir nə deməkdir? Demək, reduks edicidir həmin prosesdir. Vəssalam. Sonra keçək. Sirkə anhidridi molekulunda neçə sigma və pi rabitə var? Baxın uşaqlar, sirkə anhidridi budur. Budur. Neçə sigma var? 3 hidrogəndə 1, 4, 5, 6, 7, 8, 9, 3, 12. 12 sigma, neçə dənə də pisi var? Biri burada var pinin, biri də burada var. 2 dənə də pisi var. Cavab olacaq 45-də D variantı. Qəbula düşmüş sualdır. Kesin növbətiyə baxırıq. 46. Deyir, bu formala uyğun olan turşuları göstərin. CnH2n plus 1-dirsə, bu doymuş turşulara aid edilir. Və mən də doymuş turşu olaraq hansıların adını bilirəm. Doymuş karbon turşularında hansıların formulunu əzbərlədim. Bax, belə də yanaşa bilərsiniz. Və mən bilirəm ki, olein doymamış turşudur, linol de doymamış turşudur, stearin və polimetin doymuş turşudur. Çünki 2n plus 1-ə uyğun gəlir. Hansı reaksiyadan su alınır? Baxaq. Mən burada baxanda görürəm ki, bir dənə belə xüsusi diqqətlə, belə deyək də, gözünüzü gəzdirin. Bu reaksiyalara diqqət eləyəndə mən burada hansı reaksiyanı görürəm? 47-də görürəm ki, D variantdır. Niyə? Çünki bu aldehid kuprum OH ilə reaksiya daxil olanda müvafiq turşuya çevrilir. Kuprum ço çıxır və H2O çıxır. Məsələn, burada niyə olmaz? Burada aldehid hidrogenici birli spirt alınca, bir dənə spirt alınır. Burada niyə olmaz? CH3 ilə H birləşir, CH4 çıxır, I plus natrium 2 CO keçmişik bunu. Burada xlor hidrogenindən əvəz olunur. Burada isə nə alınacaq? Görürəm ki, C2H6 alınacaq, plus natrium 2 CO3 və salam. Bu reaksiya əslində elə bir şey tətbiq edib baxmaq olar və yaxud da bir göz gəzdirəndə cavabı görmək olar. O da nəyə dayanır? Əzbərçilik qabiliyyətinizə. Hansı reaksiyadan su alınmır? Gəlin baxaq. Görək hansı reaksiyadan su alınmaz. Məsələn,
mən belə bir göz gəzdirəndə, bir yuxarıdan aşağıya kimi baxanda, reaksiyalarda müəyyən vaxtda əzbərləyib təhvil vermisiniz mənə. Baxın Y variantda CH3 ilə H birləşir, CH4, üstə gələk natrium 2 CO3 alınır. Bu reaksiyadan su alındımı? Xeyr. Hansı sırada təzə çöktürülmüşdür? Sıradakı maddələr təzə çöktürülmüş mis hidroksilə təyin edilə bilər. Mis hidroksilə təyin edilə bilən nələrdir? Aldehid qrupu olanlardır, çox atomlu spirtlərdir, turşulardan qarışqa turşusudur. Məsələn, fikir versəz aldehid olsun, çox atomlu spirt olsun, bir də qarışqa turşusu cavabı olsun. Onda mən nəyi görürəm? C variantı qarışqa turşusu, gliserin çox atomlusu, asetaldehid, burada da aldehid sözü vardır. Hansı maddə mis hidroksidə təyin etmək olar? Yenə eyni qaydadır. Yeganə turşu, qarışqa turşusu, yəni metan turşusu, yəni formiat turşusu ola bilər. Gliserin axtar, etilen glikol axtar, bir də axırı alınan qurtaranlar axtar. Elə A variantı olacaq. Gliserin çox atomlu spirtdir, etanol aldehiddir, metan turşusu da qarışqa turşusudur ki, tərkibində baxın burada aldehid qrupu mövcuddur. Növbəti sualımıza baxırıq. Kütləcə eyni miqdarda götürülmüş hansı turşunun deyir neytrallaşmasında daha çox natrium OH sərf olunur. Bax, mən bütün variantlarla durub işləyəsi deyiləm ki, bir dənə yazıram bura turşu, bir dənə düzsəm. Turşu. Üzərinə gəlirəm natrium OH. Deyir, burada deyir çox olsun. Kütləcə eyni miqdarda. Məsələn, m qram götürülüb hamısı. Buranın çox olması üçün, bax bu turşunun qramının altında biz nə yazacağıq? Turşunun emeri. Bunun emeri, turşunun emeri. Bunun çox olması üçün turşunun emeri nə olmalıdır? Bunlar necə asılıdır bir-birlərindən? Tərs asılıdır, az olmalıdır. Emeri az olanın daha çox natrium OH sərf olunacaq. Onda nə götürəcəyəm? Emeri az olanı mən hardan müəyyən eləyə bilərəm? Emeri az olanın tərkibində karbonu da az olar, radikal hissəsi daha az olmuş olar, onda Y variantı. Daha çox deyir ki, də eyni miqdarda götürmüş hansı turşu, onun atomuna qarşılarsan daha çox hidrogen alınır. Bax yazıram turşu, hidrogen alınıb, daha çox alınıb, kütləcə də eyni götürüb, m qram. Burada turşunun nəyi olacaq emeri? Buranın çox alınması üçün bura hissənin emerin nə olması lazımdır? Az olması lazımdır. Onda da doğru cavab nə olacaq? D variantı olacaq. Keçək növbəti sualımıza. Növbətdə deyir ki, deyir 53 hansı birləşmələrin hansı halda birləşmələrin turşu xassası atma sırası düzülmüşdür? Xloru olmayan turşu digər xloru olanlara nisbətən biraz turşu xassası zəif olur. Onda 3, birinci gələcək 3, biraz zəifdir. Birdən xloru çox olanın turşu xassası daha çoxdur. O da zəifdir 3-dən. Onda 3, 1, 3 nə idi? Üzr istəyirəm. 2-dən. 2-yə baxıb 3 yazıram rəqəmini. Bax, xloru olmayan 3-dür. Sonra xloru olan gələcək 1. Xloru çox olansa daha çox turşu xassəsi olacaq. 3, 1, 2. 3, 1, 2 hardadır? Bakı variantı olacaq. 53-də. Keçək növbətiyə. Görək növbəti sualımızda nə deyir? Deyir, hansı reaksiya doğru deyil. Bu artıq sənin əzbərçilik qabiliyyəti və uyğun gələn bir şeydir və mən C variantını görən kimi götürəm ki, burada C variantı səhvdir. Niyə? Dedik, kuprium və argentium heç vaxt hidrogen qazı çıxara bilməz hansısa bir turşudan. Bu da getdi işinə. Nisbi molekul kütləsi artıqsa doymuş və əsaslı karbon turşularının suda həll olması neyinir? Dedik, azalır. Çünki emər artır, kütlə artır, bu baxımdan azalma baş verəcək. Bəs yaxşı, bunların turşuluq qabiliyyəti neyniyəcək? Təbii ki, turşuluq qabiliyyəti də neyniyir? Azalır. Yadınızda qalsın. Həll olma azalır, turşuluq azalır. Olacaq Bakı variantı. Bax, bir dənə bu sualda diqqətli olun. Nisbi molekul kütləsi artıqsa izomerlərin sayı neyniyir? Artır. Bəs turşuluq xassəsi azalır. Artır və azalır cavab olacaq. Ona görə də 56-da cavab Y variantıdır. 57-yə baxırıq. Metan turşusunu hara getdi bu? Bizə deyək ki, uşaqlar. Deyir, metan turşusunu digər turşulardan fərqləndirən reaksiya təhlili. Metan turşusu aldehid qrupu var. Aldehid qrupunu fərqləndirmək üçün argentium 2O axtaracağıq. 57 düşmüşdür uşaqlar. 57-də deyir metan turşusu digər turşulardan fərqləndirən xüsusiyyət deyirsə, metan turşusu, yəni qarışqa turşusunun üzərinə ya argentium 2O gələn cavabı götürəcəksən, gör hansı varsa onu götür. Argentium 2O ya da kuprium OH2 cavabını götürəcəksən. Gör hansı var götür. Məndə test düşməyib uşaqlar. Yəni o fərqləndirən digər turşulardan əsas fərqləndirən xüsusiyyət odur ki, kuprium OH2 ilə və argentium 2O ilə reaksiyaya daxil olur, qırmızı söküntü verir.
müaşikə ilə və s. Deyir metanı digər doymuş və əsaslı karbon yenə həmən cavabdır. Argentin ço ya da kupromuaşik axtar olacaq A variantı. Normal quruşlu doymuş və əsaslı karbon turşlarının qaynama temperaturu onların molar kütləsindən necə asılıdır? Deməli, molar kütlələri artdıqca qaynama temperaturu da artır. Düz asılı olan nə olacaq? C variantı. Deyir 92 qram qarışqa turşusunu qat-sulfat turşusunu işləkə qızdırdıqda, baxın uşaq, adi məsələdir. 92 qram qarışqa turşusu verilib. HCOOH. Sulfat turşusundan qızdırdıqda. Mən sizə deyim ki, buradan su çıxır, sulfat turşusu varsa su çıxacaq. H2O. Bir də ortada nə qaldı? CO. Все. Görürsünüz reaksiyanı necə formalaşdırırıq. Deyir qızdırması neçə litr CO alınır? X litr, əmsallaşma ehtiyac yoxdur. Emerini yazırsan buradan. Bunun emeridir. Burada isə 22,4 olacaq. Və salam. Bu da sənin cavabın. Deməli 2 üstə gələk 32, 34 üstə gələk 12. Bu da elədir 46. Emeri neçədir? Bunun da 46 imiş və salam. Bu da sənin tənasübün. Sonra baxırıq növbətiyə. Yenə eyni məsələ tipidir uşaqlar. Bu dəfə artıq fərqli veribdir. Yəni buranı sildik. Aha, bu da belə. Bu da belə. Deyir 3 mol CO almaq üçün neçə qram qarışqa turşusu? X qram, 46 bunun emeridir. Deyir 3 mol almaq üçün. Gözümdə gör neçə mol alınıb? 1 mol. Baxın eyni məsələ tipidir. Deyir hansı sırada soldan sağa baxaq. Soldan sağa doğru turşu xassələri daha da qüvvətlənir. Soldan sağa qüvvətlənir. Yəni halogeni olmasın. Sonra ardıcıllıq nə gəlsin? Bax, flor, xlor, brom, yod deyil. Aşağıdan yuxarıya axtar elementləri. Yəni ən axırda flor da yansın. Mən də elə baxan kimi doğru cavabın nə olduğunu görəm? A variantın. Baxın, niyə görə? Brom gəlir, görürsünüz, brom gəlir, sonra xlor gəlir. Aha, ən axırda flor gəlir və bundan da halogeni yoxdur. Doğru cavab A variantı olacaq. 63-ə baxır uşaqlar. Deyir, hansı halda soldan sağa doğru turşu xassəsi zəifdir? Onda flor qabaqda gəlsin. Flor yoxsa lap xlor qabaqda gəlsin. Sonra brom olsun, yod olsun. Sonra isə heç halogeni olmayan olsun. Elə baxan kimi də gözüm hansı variantı tutacaq? A variantı. Çünki daha qüvvətlidir xloru olan, sonra zəifdir brom, sonra zəifdir yod. Ən zəif isə bunların içində sirkəli turşusudur. Deyir, həm natrium OH, həm də CH3OH-ları birləşmə reaksiyasına daxil olur. Məsələn, burada variantlara baxanda uşaqlar Y variantı diqqətimi çəkir. Niyə görə? CO plus natrium OH-dan alınır HCOO natrium. Sən bunu duz əmələ gətirməyən oksidə olaraq istisna reaksiya olaraq əzbərləmişdin duz əmələ gətirməyən oksidlərin içərisində. Və CH3OH üstə gələk CO-dan alınır. Mən həmişə uşaqlara deyirəm ki, CO-nu gətir ortaya sal. Nə alınacaq? CH3CO. OH. Gördün mü? Ortaya saldım. Və salam. Cavab olacaq Y variantı. 65'ə baxırıq. Akril turşusu və akril turşusu doymamış turşudur. Bunun üçün birləşmə reaksiyası olacaq. Doymamış karbohidrogenlər kimi. Sirkə turşusu doymuşdur. Alkan kimi xlorla nəyə gedəcək? Əvəz etməyə gedəcək. Olacaq deməli birləşmə və əvəz etmə. A variantı. Və salam. Baxın, A-da karbohidrogen kimi sanki yanaşıb doğru tapa bilərsiniz. Mis-2-hidroksin qarışqa turşusu sirkə aldehidy ilə qarşılaşsa hansı reaksiya? Mis-2-hidroksin qarışqa turşusu nə edir? Mis-2-hidroksin oksidləşir. Düzdürmü? Aha. Bəs sirkə aldehidy nə edir? Bu da oksidləşir. Deməli, burada mən oksidləşir sözü vardırsa, oksidləşmə reduksiyadır da hər ikisi. Və salam, D variantı olacaq. Stearin turşusunun formunu müəyyən edin. Stearin turşusu C17H35COOH-dır. Ona görə nə olacaq? A variantı olacaq. Palmitin turşusunun deyir, ümumi formulunu müəyyən edin. Palmitin turşusu nədir? C15H31COOH. C variantı olacaq. Deyir, praktiki çıxım 50% olarsa 2 mol sirkə aldehidinin okslaşmasına neçə qram sirkə turşusu alır? Baxın uşaqlar. 2 mol sirkə aldehidi budur. Aha. Bunun oksləşməsindən deyir, sirkə turşusu alınır. Bu da sirkə turşumuzdur. Elə birbaşa belə yazıram. Deyir, praktik çıxımda 50%. 2 mol sirkə aldehdindən qoy görüm neçə qram sirkə turşusu almaq olar. Gözüm görür 1 moldan 60 qram almaq olar. Burada ikisini tapdım 120. Bu 120'im 50% çıxımdan olsun. Onda 120'ni vurdum 50'yə, böldüm 100'ə. Cavab neçə eləyəcək? D variantı 60. Kesin növbətiyə.
Bu da eyni şeydir uşaqlar. Eyni qayda, eyni yoldur. Burada da 25-ə vurub böləsən 100-ə. Hansı maddənin tərkibində aldehid qrupu yoxdur? Formiat sözləri olanlarda var, qarışqa turşusu sözlərində var, axırı al olanda var, dezoksiribozada da aldehid qrupu var, keçəcəksiniz. Amma kalium asetat bilirsiniz nədir uşaqlar? Kalium asetat turşusunun kalium duzdur. Bax, burada aldehid qrupu yoxdur. Yəni biləsiniz, nəzəriyyədir. Yəni dezoksiribozanı bilməsən də bilə, digərləri ilə müəyyən formiatda aldehid qrupu var, qarışqa turşusunda aldehid qrupu da, etanol axırı aldı deyə aldehiddir. Bunu tanımıram deyə naxatda beynin üzərində qala bilərəm. NH0 olduqda hansı halda oksidaşma reduksiya? Oksidaşma reduksiya deyirsə, NH0 verəndə görürəm qarışqa turşusu alınır. Aha, qarışqa turşusunun da oksidaşması nə ilə olan reaksiyası aldehid qrupu olduğuna görə? Argentin 2 ilə ya da kuprum OH2 ilə. Və burada da gör ikisindən biri nəyi görürəm? Kuprum OH2-ni bilir. Və salam, eyni şeydir. Yenə aldehid qrupu olmalıdır. Argentin 2 axtarıram və salam. Çünki oksidaşmasından turşuya, yəni biz demişik ki, çevrilir də. Oksidaşma, aldehid qrupu oksidaşa bilir. Oksidaşma da oksidaşma reduksiya sözündən götürülübdür. Növbəti suala baxırıq. Deyir, bu formula uyğun gələn doymuş və əsaslı karbon turşusu molekulunda neçə sigma rabitə var? Cəmi sigma rabitənin sayını tapmaq üçün karbonun sayı çıxılsın 1, üstə gələ hidrogenin cəmi sayı, üstə gələ 2 dənə də oksigen. Cavabım neçə elədir? 3n plus 1. Keçdik. Deyir, 7,4 qram doymuş və əsaslı karbon turşusunda 3,2 qram oksigen var. Karbon turşusu CnH2 O2 ilə yazıram. Bu daha rahatdır bu məsələ üçün. Deyir, bunun 7,4 qramında 3,2 qram oksigen var. Aha. Deyir, turşu molekulunun neçə karbon atomu? Qramın altında nə yazacaq? Emir 12 üstə gələ 2n 14n plus 32. Bunun içində oksigenin kütləsi nə qədərdir? 32-dir. Bunlar ixtisar gedir. 74 qalır. 14n plus 32 74'dür. Buradan da n-i tap və salam. Ardınca növbətiyə keçirik. Görək növbətdə nə deyir? 76-cı sualda. Deyir, 200 qram 9%li sirkə turşusunun məhlulunun tam neytrallaşması üçün neçə qram natrium dioksi lazımdır? Sirkə turşusu CH3COOH-dır. Üzərindən natrium OH gələndə 1-in 1-ə gedir reaksiya. Alınır CH3COO natrium plus H2. Aha. Və buradan nə deyir? Deyir, 200 qram 9%. Gəlin görək 200 qram 9%li neçə qram deməkdir? Elədi 18 qram. 18 qram sirkə turşusunu neytrallaşmaq üçün neçə qram natrium OH lazımdır? X qram. Qram deyəndə emiri əmsal vurulsun emir, əmsal vurulsun emir. Və salam, əmsallar da 1 olduğuna görə elə aldığım cavab olacaq da, yəni tənasübdən. Sonra ardınca deyir, görək. Deyir, CO natrium OH-la reaksiyasından, CO natrium OH-la reaksiyaya girəndə alınır HCOO natrium. Bunun deyir, argentum 2 ilə reaksiya saldıqda hansı maddə alınır? Argentum 2 ilə salında bu oksigeni gətirib bu aldehid qrupuna yazıram. İndi bu maddə nə olacaq? Yığ bir yerə. Natrium HCO3 və 2 dənə də argentum nə edəcək? Çökəcək. Və salam. Natrium HCO3 olacaq D variantı. 77-də cavab D-dir. 78-ə baxırıq. Deyir, hansı reaksiyada su əmələ gəlmir? Ümumiyyətlə, bu Y variantını görən kimi Zelenski, Kazanski, Lebedev reaksiyası yadıma düşür. Yanma reaksiyasıdırsa, burada mütləq olaraq su əmələ gələcək. Sulfat turşusu demişik, oxun üzərində varsa burada su çıxır. Sulfat varsa mütləq su çıxacaq. Doğru cavab olacaq Bakı variantı. Niyə? Burada alınacaq CH3COO natrium, üstə gələk H2. Və salam. Y variantı Lebedev reaksiyası və digərlərini də ümumiləşdirib dedik. Baxırıq növbəti suala. Deyir, hansı reaksiyadan metal alınmır? Hansı reaksiyadan metal alınmaz? Aldehid qrupu olan bütün reaksiyalar argentum 2 ilə reaksiya gedəndə 2 argentum çıxır. Aha, bu öz yerində. Bunu da eyni ilə görürük ki, burada da 2 argentum çıxacaq, çünki aldehid qrupu vardır. Burada isə görək nə alınacaq? Burada alınacaq, baba, C variantına baxırıq. C variantında görürəm ki, alınır HCOO natrium, üstə gələ H2O. Bəs B-də nə alınır? Birli spirtdir, üzərinə kuprum gələndə oksidaşacaq, gedəcək aldehidi və kuprumda çıxacaq. Deməli, C variantında metal alınmır. Bax, rahat şəkildə. 80-ə baxırıq, hansı reaksiyadan turşu alınmır? Bu katalitikdir, yanma reaksiyasıdır, bu turşunun əmələ gəlməsidir. Burada CH3COOH alınacaq, turşu alınacaq. Aldehid qrupu oksidaşanda turşuya çevriləcək. Və burada görürəm ki, Y variantında birli spirtli kuprum oyunu oksidaşanda nəyə çevrilir? Aldehid, aldehid, turşu deyil. Cavab olacaq Y variantı. Bu qədər.
81-ə baxırıq. Deyir, hansı maddə qarışqa turşuda reaksiyaya daxil olduqda karbon dioksid əmələ gəlir? Biz artıq bilirik ki, qarışqa turşusunda aldehid qrupu olduğuna görə bu kuprum AH ilə də, argen ço ilə də alınacaq karbon dioksid. Çünki orada karbonat turşusu əmələ gəlir ki, karbon qazı və su şəklində yazılır. Hansı maddə qarışqa turşuda reaksiyada karbon dioksid, argen ço, kuprum AH yaxdır? Hansı reaksiyada karbon dioksid alınır? Aldehid qrupu argen ço, kuprum AH ilə reaksiyaya girdikdə alınır. Bax, bunu əzbərlə. Onda oldu nə variantı? A variantı. Niyə? Ay müəllimə, bu aldehid qrupu yoxdur, axı turşudur. Yeganə turşudur ki, tərkibində aldehid qrupu vardır. Aldehid qrupu argen ço ilə qarışqa turşusu verəcək bizə nə olacaq? Karbon dioksid verəcək. Yəni qarışqa turşusu olmalıdır mütləq cavabda. Keçdik növbətiyə ki, qarışqa turşusuna karbonat turşusu əmələ gəlir. Deyir, molekulda karbon atomlarının sayı eynidir, molekul atomlarının sayının artma sırası ilə göstərir. Molekulda karbon atomlarının sayı A-dırsa və burada diqqətlə bax, burada karbonun sayı N-dir, burada karbonun sayı N+1'dir, burada da N+1'dir. Və maddədə molekulda atomların sayının artmasına görə. Baxın uşaqlar, məsələn, molekulda karbon atomunun sayı endirsə, mən görürəm aldehiddirsə bu. Məsələn, yazaram CH3, COH. Birinciyə bunu yazıram. İkinci görürəm turşudursa, onlar CH3, COOH. Üçüncüdə də 2 karbon olmalıdır deyə yazaram C2H5OH. İndi buyur atomlarını müqayisə elə və salam. Yəni burada A, bu N'lər səni saçdırmasın. Burada N+1'dir, burada da N+1'dir. Bu ikisində diqqətli ol. İndi ümumiləşdirib nəticə çıxartsan, görərsən ki, orada nə olacaq? Məsələn, X-da atom sayının artma sırası deyilsə, X-da daha az, X-da daha az. Görürsünüzmü? Bunun oksigen hələ əsikdir. Bu sonra Y gələr, ən çox olan isə Z olacaq. Hidrogenlərin də sayına diqqətləsəz görərsiniz. Cavab olacaq A variantı. Yəni çətin bir şey deyil. 87-yə baxırıq. Hansı maddələrin suda məhlul qızdırıqda kuprum AH2 rəngini dəyişir? Nə zaman dəyişə bilər? Aldehid qrupu olsun. Gör aldehid qrupu harda var? Karbon turşusudur, amma aldehid qrupu var. Burada da aldehid qrupu var. Doğru cavab olacaq D variantı. 87-də dedi. 88-ə baxırıq. Gümüş güzgü reaksiyasını göstərin. Uşaqlar, 88-də gümüş güzgü reaksiyası üçün aldehid qrupu axtarmalısın. Mən də görürüm ki, yalnız bir də var. Burada aldehid qrupu yoxdur, burada da yoxdur, yalnız C. Karbon atomlarının sayı eyni olan doymuş bir atom nisbi və doymuş aldehidlərin nisbi moleküllər arasındakı hansı münasibət doğrudur? Doymuş bir atom nisbi deyirsə, məsələn, CH5OH yazıram. Karbonun sayı eyni olan bir dənə də aldehid yaz. CH3, COH. Buyur, bunların emirlər arasındakı fərqi müəyyən edir. Gör, hansına hansı uyğun gələcək. Və salam.